Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bugünkü videomda Gürcü mətbəxindən hamının sevdiyi, ləzzətli və çox asan başa gələn tavada xaçapurilər hazırlayıram. Göründüyü kimi də yumuşaq və pendirli xaçapurilərimizin keçək hazırlanmasına. İstifadə edəcəyim ərzaqların miqdarını videonun açıqlama bölümündə qeyd edəcəm. Xəmir edəcəyim qaba 500 mg kefir əlavə etdim və üzərinə 2 yumurtanı qırıram. Kefiri qatıqla da əvəz edə bilərsiniz. Sonra isə 2 yemək qaşığı duru yağ, 1 çay qaşığı şəkər tozu, 1 paket qabartma və 1 yemək qaşığı duzu əlavə edib biraz qarışdırıram. Və xəmir alınana qədər un əlavə edirəm. Unu hissə-hissə əlavə edirəm ki, xəmirimiz çox bərk alınmasın, yumuşaq xəmir olmalıdır. Mən 1 kiloqram yarım un götürmüşdüm və biraz da əlavə edirəm undan xəmirimi toparlamaq üçün. Dəyərli izləyicilər, evdə olan ərzaqlarla hazırlaya biləcəyiniz bu cürə bərəkətli xaçapuriləri mən sadəcə tavada bişirəcəm. Xəmiri biraz formada yoğururam. Xəmirimiz artıq hazırdır. Yumuşaq, pambıq kimi xəmirimiz alındı və üzərinə qabı qoyuram, 15 dəqiqə saxlayıram. Xaçapurinin içliyi üçün 300 qram Holland pendirini və 300 qram isə ağ pendiri əvvəldən rəndələyib hazırlamışam. Xaçapuri üçün fərqli pendir almamışam. Evdə olan pendirlərdən istifadə edirəm. Tavamın ölçüsünə uyğun xəmiri kündələyirəm. Əgər sizin bişirəcəyiniz tavanın ölçüsü böyükdürsə, siz də xəmirlərinizi biraz iri götürə bilərsiniz. 5 ədəd xəmirim alındı və mən bunların üzərini örtürəm. Birinci hazırladığım kündədən başlayaraq xaçapurilərimizi hazırlamağa başlayıram. Əvvəlcədən rəndələdiyim pendirdən isə 5 ədəd toplar hazırlamışam ki, xaçapurilərin içərisinə qoymaq üçün. Bu cürə xəmirin üzərinə qoyuram və gördüyünüz formada isə bükürəm. Bükülmə qaydası biraz Gürcü xəngəlinə oxşuyur. Ancaq əlimlə üzərindən bu cürə basıb, sonra isə biraz mərdanə ilə yayıram. Qalınlığını istədiyiniz qədər aça bilərsiniz, yəni narahat olmayın. Xəmir yırtılmır, çünki tərkibində yumurta var. Ona görə də mən tavamın ölçüsündə açdım. Bu isə ikinci xəmirimdir. Yenə də eyni qayda ilə bükürəm. Bundan sonra qalan 3 xəmirimi də eyni üsulla hazırlayıram. Xəmirlərin hamısını hazırladıqdan sonra bişirməyə başlayacağım. Beş ədəd xaçapurimin xəmirini hazırladım və üzərini örtürəm. Tavamı qoyacağım, yaxşı qızsın. Xaçapuriləri bişirmək üçün evdə ən qalın tavanız hansıdırsa, çalışın elə tavadan istifadə edin. Çünki altı nazik tavada hazırlasanız, xaçapurilərinizin altı tez yanacaq və içi də yaxşı bişməyəcək. Bişəndən sonra yağlamaq üçün xaçapuriləri mən kərə yağından istifadə edirəm. Onu da qeyd edim ki, tavam qızan kimi mən xəmiri qoydum tavamızın içərisinə. Qazın altını çox aşağı edirəm ki, yavaş-yavaş vanda bişsin xəmirimiz. Baxın, artıq çevirdim digər üzünə. Görürsünüz nə gözəl, balon kimi yumuşaq bişir və bu deməkdir ki, xaçapurimizin içi də bişir. Necə bişirirəmsə, onu da sizə göstərməyə çalışıram. Birinci xəmirimiz artıq bişdi və mən bunu qoyub dərhal isti-isti yağ ilə üzərini, hər iki tərəfini yağlayacağım. İndi isə ikinci xəmirimi qoyuram bişməyə. Xəmirin tərkibində maya yoxdur.
Bildiyiniz kimi qabartma tozu əlavə etmişəm 1 ədəd və çox gözəl qabarır. İnanın ki, elə bilin ki, mayalı xəmirdir və 2-3 dəqiqə qalandan sonra digər tərəfini çevirirəm. Bu qədər tez bişir ki, xaçapurilərim. Bir dənəsini 6-7 dəqiqəyə artıq bişirirəm və isti-isti üzərini yağla yağlayıram. Dəyərli izləyicilər, gündəlik aldığımız, gördüyümüz mağazalarda xaçapurilərin forması konvert kimi bükülmə xaçapurilər olur. Ancaq bu isə xaçapurinin başqa növüdür və bunu evdə hər kəs heç hazırlaya bilməyən bir xanım da çox asanlıqla hazırlaya bilər. Bu cürə hamısını bişirdim və isti-isti bir-birinin üzərinə yığdım. Hər iki tərəfini yağladım və bu isə sonuncu xaçapurimizdir. İndi isə qırıb, çox istidir, içindəki pendir isə lap çox istidir. Ancaq mən bunu sizə kəsib istikən də göstərmək istəyirəm və içindəki pendirlər də çox gözəl əriyib. Yəni evdə olan sadə pendirlə də hazırlaya bilərsiniz. Ancaq biraz yumşaqlığını saxlamağını istəyirsinizsə, biraz da Holland pendiri qatmalısınız mütləq. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Əgər videomuzu bəyəndinizsə, zəhmətə dəyər verib, like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanalımıza dəstək olmağı unutmayın. Salamat qalın. İnşallah növbəti videolarımızda görüşənədək. Allaha əmanət olun.